Hər kəsə salam. Bu günləri cəmi bir neçə ərzaqla evdə pambıq kimi yumşaq şokoladlı bulkalar hazırlayırıq. Həm hazırlanması çox asandır, həm də ki, uşaqların sevimlisinə çevriləcək. İlk olaraq bir qaba 200 ml stəkanla 1 stəkan ilıq su, 1 çimdik duz, 2 çay qaşığı quru maya, 50 qram şəkər tozu, yəni 3 xörək qaşığı, 1 çay qaşığı vanil və 100 ml duru yağ əlavə edib qarışdırırıq. Daha sonra üzərinə yarım kilo unu da ələyib yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Bu reseptin ən gözəl tərəfi də odur ki, xəmiri mayalandırmağa ehtiyac yoxdur. Hazır olan kimi kündəni masanın üzərinə qoyub, böyük bir dairə şəklində yayırıq. Xəmiri videoda gördüyünüz kimi üçbucaq hissələrə bölürük. Hər hissəyə biraz şokolad yağı qoyub, geniş hissədən başlayaraq kruasan formasında bükürük. Hazırladığımız bulkaları soba listinə düzüb, üzərinə süd və ya yumurta sarısı çəkə bilərsiniz. Əvvəlcədən 180 dərəcəli isidilmiş sobada təxmini 30 dəqiqəyə bişiririk. Və budur, isti-isti, yumşaq şokoladlı bulkalarımız hazırdır. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videomu bəyənib abunə olmağı unutmayın hələlik.